meyiti gizlətdiyi yerə gəlib. Bu yerdə qeyd edim ki, ürəyi zəif və azyaşlıların indi təqdim edəcəyimiz istintaq materialına baxması tövsiyə olunmur. Xüsusi amansızlıq və zorakılıqla qətl hadisəsi törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi yekunlaşıb. 2015-ci ildən itkin düşən kimi axtarışa verilən 15 yaşlı qızın taleyinə 7 il sonra aydınlıq gəlib. Təqsirləndirilən Əfrail Məmmədov 15 yaşlı əmisi qızını xüsusi amansızlıqla qətlə yetirərək meyiti hissələrə bölüb su kanalında və əkin sahəsində bastırıb. Peşəkar cinayətkar olmasa da cinayəti xüsusi peşəkarlıqla törədib. Özünə qurduğu alibi ilə uzun müddət istintaqdan yayına bilib. İtkin düşən qızın 7 il davam edən axtarışları sonda bütün oxları ona istiqamətləndirib. Cinayət işinin istintaq materiallarını təqdim edirik. Ürəyi zəif və azyaşlıların baxması tövsiyə olunmur. 5 iyul 2015-ci il tarixdə Masallı rayonu Təklə kənd sakini Səidə Cəfərovanın evdən çıxaraq bir daha geri qayıtmaması faktı ilə bağlı Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə cinayətçi başlanılıb. Bu istiqamətdə istintaq aparılsa da Səidə Cəfərovanın tapılması mümkün olmadığından iş üzrə icraat dayandırılıb. Lakin sonradan Səidə Cəfərovanın öldürülməsinə əsaslı şübhələr müəyyən edildiyi üçün 8 fevral 2022-ci il tarixdə iş üzrə icraatın dayandırılması haqqında qərar rayon prokurorluğu tərəfindən ləğv edilib. Qətlin təfərrüatları ilə bağlı Səidə Cəfərovanın valideynləri deyir ki, hər şey 15 yaşlı Səidə itkin düşdüyü gündən 5 ay əvvəl başlayıb. Yox, qısqanıram. Uşağı çatsan bir şillə vurub, burada niyə oturubsuz? Deyib əcəb eləyirəm. Uşaq onun deməyi ilə əsasın. Deyib, köpəyoğlu, mən niyə vurdun? Uşağı vurub, uşaq olsa, sən mənə köpəyoğlu dedin, uşağı qatıb qabana. Körpü uşaqdır, qorxusuna qaçıb yuxarı. Yuxarı qaçanda mənim qapım zamuqlandı. Zamuqu bağlayıb, belinin qaşı ilə, mənim başımın yaylığı ilə uşağın ağzını bağlayıb, qolunu bağlayıb, uşağı zorakılıq eləyib. Qardaşım oğlu təcavüz eləmişdi. Təcavüz edəndən sonra qardaşım mənim gəldi, yalvardı, heç kimə demə. Qız mənimdir, götürmüşəm. 6 ay mənə vaxt, 6-cı ay olmadı. 5-ci ay qız yoxa çıxdı. Mən şübhələndim Məmmədov Əfraildən. Məmmədov Əfraildən. Hansı ki, qıza təcavüz eləmişdi? Bəli. Məmmədov Əfraildən apardılar. Məmmədov Əfrail apardılar. Məni polis özümü şübhəli şəxsi kimi saxladı orada. Onu buraxdı. İş bağlandı. Fərid Cəfərovun şübhələndiyi qardaşı oğlunun da Səidənin itkin düşdüyü günə alibisi olub. O kənddə keçirilən şənlikdə iştirak edib. Səidə Cəfərovanın itkin düşməsi istiqamətində əməliyyatlar davam edib. 7 illik düyün istintaq tərəfindən Səidənin anasına məxsus telefon zəngləri müəyyən ediləndən sonra açılıb. Fərid Cəfərovun dediyinə görə cinayətin açılması üçün hüquq mühafizə orqanları həmin gün Səidənin əlində olan anasına məxsus telefona gələn zənglərin siyahısını